Mən bir yeniyetməyəm. Evimizin bütün işlərini mən görürəm. Yuyuram, yığışdırıram, silirəm, süpürürəm. Anamın hər dediyini eləyirəm. Zaman keçdi, mənim podruqamın bunların heç birini etmədiyini gördüm. Paltar yuyan maşının belə necə quraşdıracağını bilmədiyini bildim. Və anama dediyim halda, anam onun yaxşı qız olmadığını söylədi. Yaxşı qızlar yuyar, yığışdırar, silər, süpürər, anasının hər dediyini eləyər. Biz burada nə görürük? Biz burada manipülatör və narsist bir valideynin yeniyetməyə yüklədiyi böyük bir məsuliyyəti görürük. Və bu məsuliyyət sayəsində yeniyetmə istəmədiyi halda, məcburi halda uşaqlıq obrazından çıxıb valideyn obrazına keçdiyini görürük. Və onların gələcək inkişafında, psixoloji inkişafında uzun müddətli və dərin izlər buraxdığını görürük. Və onlar zamanla fədakar birinə çevirirlər. Özlərinin gələcək inkişafında, özünü idarə etmədə, sərhədlər qoymasında, ən əsası da sağlam münasibət qurmağa çətinlik çəkirlər.